Mah-ı Mühərrəm oldu, yenə göylər ağladı. Düşdü cəhana qülqülə, aləmlər ağladı. Gəldi meh-ü müsibəti əyyam-ı təziyə, bu matəmə zaya, görün kimlər ağladı. Bu matəm məclisləri, Muharrəm məclisləri, Aşura məclisləri məsum imamlarımızdan bu günə qədər davam edən məclislərdirlər. Əhl-i sünnə, əhl-i şiyyə mənsubları Aşura günü Həzrət İmam Hüseyn əleyhissalama matəm tutublar. Xüsusən də Hənəfi və Şafii məzhəbinin ardıcılları Aşura günü özlərinə uyğun matəm qurublar, İmam Hüseyn əleyhissalama məclis keçiriblər və bu gün də Azərbaycanın bütün məscidlərində, hətta sünni məscidlərində də bu iş icra olunur. Allah hər kəsdən dərəcəyi qəbul eləsin inşallah. Lakin tarixin bir dönəmində bir neçə yüz il əvvəl o dövrün alimlərindən tanınan İbn Teymiyyə adlı bir şəxs bu məclislərin haqqında bidət fətvası verdi. İki əsas ilə əsaslanırdı bu məclislərin bidət olmasına. Bir əsası bu idi ki, Həzrət İmam Hüseyn əleyhissalam zamanənin haqq olan imamına, zamanənin haqq olan xəlifəsinə Yezid ibn Muaviyyə qarşı üsyan edib, heç bir dini mənası olmadan siyasi olaraq hakimiyyəti ələ gətirməkdən ötürü fəqət qiyam edib və bu da caiz deyil, zamanənin imamına, zamanənin xəlifəsinə qarşı, haqq olan xəlifəsinə qarşı bu işin görülməsi haram idi, haram iş görüb. İkinci məsələ buna əsaslanırdı ki, şəhidlərə ağlamaq sünnətə uyğun deyil, Peyğəmbər sünnəsinə əks bir adətdir, sünnə deyil, bidətdir. Və buna görə də bu məclislərin bidət olmasını, keçirilməsini öz fətvasında haram və qadağan bilmişdir. İnşallah sizlərin iştirakı ilə, Allahın köməkliyi ilə nəsib olsa, bu neçə günlər içərisində bu fikirlərə bir aydınlıq gətirib, doğru və yanlış tərəflərini işıqlandırmaq istəyəcəyik. Allah hər birimizə yardımcı olsun inşallah. Əvvəla belə bir sual ilə mövzumuza başlayaq. Görəsən, Peyğəmbər özü ölmüş kəslər haqqında, ölmüş kəslər üçün ağlamışdı ya yox? Hələ şəhidlərdə işimiz yoxdur. Sıradan ölmüş bir kəslər üçün ağlayıb ya yox? Peyğəmbərin kiçik yaşlı, 2 yaş tamam olmamış bir oğlu dünyasını dəyişdi. Səhabələr gördülər ki, Peyğəmbər əleyhissalamın gözündən yaş gəlir, ağlayır. Deməli, Peyğəmbər kiçik yaşlı
hələ müməyyiz olmamış körpə deyək, körpə bir uşaq üçün nə edib? Ağlayıb. Bunu bütün tarix kitabları özündə qeyd edir. Bildiyiniz kimi Peyğəmbər əleyhissalam uşaq yaşlarındaykən, 5 yaşındaykən anası dünyasını dəyişmişdi. Mədinədən Məkkəyə səfər edən zaman Mədinə ilə Məkkə arasında xəstələnmişdi və anası orada dünyasını dəyişmişdi. Onun yanında olan bir kəniz ilə Həzrəti Rəsulullah gəlib Məkkəyə yetişmişdi və anası həmən o məntəqədə, Məkkə ilə Mədinə arasında olan bir məntəqədə Aminə xatın dəfn olunmuşdu. Peyğəmbər əleyhissalam Mədinədən Məkkəyə səfər edən zaman səhabələrlə bir yerdə getmişdi, anasını ziyarət eləmişdi və ağlamışdı, yanındakı səhabələri də ağlatmışdı. Deməli, illər öncə ölmüş, dünyasını dəyişmiş anasını ziyarət edir, onun üçün ağlayır və elə ağlayır ki, yanındakı səhabələr də ağlayır. Hətta orada bir söz var, soruşurlar Allahın Rəsulundan ki, ya Rəsulallah, ananın siması, ananın üzü yadındadır, çox uşaq idi axı. Həzrət Rəsulullah buyurur ki, ana siması elə bir simadır ki, heç zaman insanın yadından çıxmaz. Allah dünyasını dəyişən analarımıza rəhmət eləsin. Deməli, bu qısa olar, bu iki dəlillə, tarixdə yazılmış bu iki dəlil bizə kifayət edir ki, Peyğəmbər həm kiçik bir uşaq üçün, həm illər öncə dünyasını dəyişmiş bir şəxs üçün nə edib? Ağlayıb. Əsasən məsələ bunun üzərindədir ki, şəhidlər üçün niyə ağlanır? Çünki şəhidlər cənnət əhlidir, cənnətdədirlər. Siz niyə ağlayırsınız onun üçün? İndi buna gələn günlərdə biz izah verəcəyik, geniş izah verəcəyik. Bizim sözümüz budur. Peyğəmbər əleyhissalam şəhidlər üçün özü ağlayıb ya yox. Əgər Peyğəmbər bir işi görübsə, o özü sünnətdir. Onu təkrarlamaq, sünnətə əməl eləməkdir, bidət deyil. Dindən kənara çıxmaq deyil. Peyğəmbərin davranışlarını, Peyğəmbərin sözlərini, Peyğəmbərin həyatını təkrarlamaq sünnətdir. Sünnət buna deyirlər. Ühud döyüşü zamanı Həzrəti Həmzə əleyhissalamı Allah rəhmət eləsin, şəfaəti nəsibimiz olsun. Öldürəndən sonra Əbu Süfyanın arvadı, Muaviyənin anası, Yezidin nənəsi Hind adlı bir qadın qisas məqsədi ilə, intiqam məqsədi ilə quluna əmr elədi ki, Həmzənin sinəsini yarsınlar, cigərini, ürəyini çıxartdılar və bu da çeynədi, diri-diri çeynədi onu, qisas niyyəti ilə. Və Həzrəti Həmzənin əzalarına toxundular. Bunu rəvayət edir Hələbi Əs-Sirətul Hələbiyyə kitabının 2-ci cildinin 246-cı və 247-ci səhifəsində. Mən deyəcəyim hədislər şiə mənbələrində deyil. Bəziləri ki, dinləyən zaman, izləyən zaman ki, deyirlər, bunlar nağıl danışırsınız. Yəni, demək istəyirəm ki, şiə mənbələrində deyil. Nağıldırsa, şiə mənbələrində deyil. Peyğəmbər əleyhissalam Həzrəti Həmzə şəhid olandan sonra
Həzrəti Həmzənin mübarək nəşi üzərinə gəldi, bərk səslə ağladı. Bərk səslə ağladı. Səhabələr deyirlər ki, biz Peyğəmbəri heç zaman belə ağlayan görməmişdik. Bərk səslə ağladı. Və sonra Həzrəti Həmzənin nəşi üzərində durub, bu cürünə fəryad elədi, bu cürünə sözlər dedi. Ya əmma, ya Rəsulillah, ya əmma Rəsulillah, və əsədəllah, və əsədə Rəsulillah, ya Həmzətu, ya failəl xeyrat. Başladı belə-belə sözlər deməyə. Mənası budur ki, ey Peyğəmbərin əmsi, ey Allahın aslanı, ey Allah Rəsulunun aslanı, ey Həmzə, ey xeyirli işlərin sahibi, xeyir işlər görən, ey Peyğəmbərin üzündən qəm-qüssəni dağıdıb, onu qoruyan. Çünki Həmzə əleyhissalam Peyğəmbər sıxışan zaman nə etmişdi? Məkkədə də, Mədinədə də Peyğəmbəri müdafiə eləyirdi. Nə qədər ki, Həzrəti Həmzə Peyğəmbərin yanında idi, Peyğəmbər özünə böyük bir arxa bilirdi özünə, Həzrəti Həmzəni. Deməli, bu hədis, bu tarix hədis göstərir ki, Peyğəmbər özünü edib, Həzrəti Həmzəyə ağlayıb. Ondan sonra Həzrəti Rəsulullah Məkkəyə gəlir. Bu qeyd olunur İbn Hişamın Əs-Sirətül Nəbəviyyə kitabının 3-cü cildində, 104-cü səhifədə bu hədis qeyd olunur. Qeyd olunur ki, Peyğəmbər döyüşdən qayıtdı, Bəni Əbdül-Əşəl və Bəni Zəfər qəbilələrinin məhəlləsindən keçəndə o qəbilənin cəmaatının, xanımlarının öz şəhidləri üçün ağladığını eşitdi. Peyğəmbər onların şivən səslərini, dedi, şivən səslərini eşitdi və Peyğəmbər də Həmzə üçün ağladı. Ondan sonra Peyğəmbər bir söz dedi. Dedi ki, hər kəsin şəhidinə ağlanılır, Həmzəyə ağlayan yoxdur. Həmzə tək idi orada, ailəsi orada dedi. Həmzəyə ağlayan yoxdur, Həzrət Həmzə, Seyyid-i Şühəda. Ravi deyir ki, Peyğəmbərin bu sözünü həmən o qəbilələrin ağsaqqalları eşitdilər. Səd ibn Muaz ilə Üseyd ibn Hüzeyr bunları eşitdi, öz qadınlarına göstəriş verdi, qəbilənin qadınlarına göstəriş verdi ki, gedin Peyğəmbərin məscidinin yanında matəm məclisi qurun. Burada bir söz var. Buyurdular ki, öz yas libaslarınızı, yas paltarlarınızı geyinin, gedin Peyğəmbər o məscidin yanında, ki Peyğəmbərin evi də məscidə yaxın idi, bitişik idi, orada matəm məclisi qurun. O xanımlar da, o qadınlar da gəldilər, məscidin yanında bir matəm məclisi qurdular, Həzrəti Həmzə üçün. Peyğəmbər əleyhissalam yaxında idi, eşitdi bu səsi, bu sözləri, gəldi, çıxdı, o xanımlara təşəkkür elədi. Sonra buyurdu ki, Allah sizdən razı olsun, daha öz evlərinizə gedin. Bu müsibətdə dərdimizə şərik çıxdığınız üçün Allah sizə rəhm eləsin. Burada 2 dənə nöqtə var. Birisi budur ki, Peyğəmbər əleyhissalam xanımların şəhidlərə, öz şəhidlərinə ağlamasını eşitdi, nə etmədi?
etiraz etmədi, hətta özü də qoşuldu onlara. Bu bir söz. İkinci gəldilər Peyğəmbər əleyhissalamın evinə yaxın, məscidin kənarında matəm qurdular. Peyğəmbər əleyhissalam eşitdi, onlara etiraz etmədi, əksinə nə dedi? Təşəkkür elədi. Bu sünnədir ya yox? Din oxuyanlar bilirlər ki, bu nədir? Sünnədir. Peyğəmbər əgər bir şey görüb sustusa, deməli onu qəbul elədi. Peyğəmbərin susması da sünnətdir. Bəyəndisə, o da Peyğəmbər sünnəsindəndir. Hətta burada təşəkkür eləyir Peyğəmbər əleyhissalam. Təşəkkür eləyir xanımlara. Burada bir dənə də nöqtə var idi. İstəyirəm onu da toxunam. O qəbilənin ağsaqqalları öz qəbilələrinin xanımlarına dedilər ki, gedin, yaz paltarlarınızı geyinin, gedin əza saxlayın. Burada nə başa düşülür? Deməli budur ki, necə ki şənlik paltarları var imiş xanımların, o cürünə də yaz paltarları var imiş. Deməli bu ilk deyildi, bundan qabaq da bunlar elə öz ölmüşlərinə nə edilərdilərmiş? Yaz saxlayarlarmış, bu adətlərində varmış. Xüsusi yaz paltarları varmış. Necə ki bizlər İmam Hüseyn məclisinə gələndə çalışırıq ki, xüsusi bir geyimimiz olsun, qara köynək giyinək gələk bu məclislərə. Düzdür, çalışırıq. Məsələn, yaxşı deyil qırmızı giyinmək. Niyə? Çünki qırmızı şənlik əlamətidir. Çünki Aşuranın hadisəsi, xəbəri Şama, Yezdə çatan zaman əmr elədi oradakılara, xanımlara, qadınlara ki, gedin qırmızı paltar giyinin, şadlıq paltarı giyinin. Aşura günü onlar şadlıq paltarı giymişdilər. Deməli, bu əzaya gələndə adamın nə olmalıdır? Bir salavat zikr edə. Yaxşı olar ki, adam özünə bu ay üçün nə etsin? Bir matəm libası özü üçün düzəltsin ki, mən məsələn İmam Hüseyn əleyhissalamın məclisinə gedəcəyəm. Yaxşı olar əlvan geyimlər olmaya, qara geyimlər ola və bu daha gözəl olar inşallah. Həmən kitabın 4-cü cildində yenə İbn Hişam, mən soyuq su verin. İbn Hişam nəql eləyir, yazır. Buyurur ki, Cəfər-i Teyyar şəhid olduqda Peyğəmbər ağladı və göstəriş verdi ki, Cəfərin ailəsi üçün yemək aparsınlar, onların başı yasa qarışıqdır. Cəfər üçün yas saxlayırlar. Bunlar hamısı sözdür ya, cavabdır ya. O şəhidlərə ağlamaq olmaz, şəhidlərə matəm saxlamaq olmaz. Onlara cavabdır, onun üçün bunları deyirəm. Və başqa yerlərdə də Peyğəmbər əleyhissalam, məsələn, Mütə döyüşündə şəhid olanlar üçün Peyğəmbər əleyhissalam özü kədərlənmişdi, səhabələr də kədərli idi. O kədər ağlamaqdan qabaq olan bir şeydir. Hamısı uzun müddət kədərli oldular. İndi məsələ budur. Deməli, buraya aydın oldu bizə ki, bu misallarla inşallah gələcəkdə də bəzi misallar çəkəcəyik. Bunlarla bizə aydın oldu ki, Peyğəmbər əleyhissalam özü şəhidlər üçün də ağlayıb, şəhid olmayanlar üçün də ağlayıb, dünyadan gedən üçün ağlayıb. Bu sübut eləyir bizə, kifayət eləyir. İndi belə bir yanaşma eləyək. Peyğəmbərdən sonra da səhabələr və səhabələri izləyən tabiinlər bu işi gördülərmi ya yox? Peyğəmbərdən sonra bu bir sünnə olub yoxsa yox? Əvvəla birinci buradan başlandı. Peyğəmbər əleyhissalam özü vəfat edən
zaman bütün Mədinə əhli, kişili, qadınlı şivən qopardılar. Hətta belə şivən qopardılar. Şivən yəni seslərini ucaldaraq ağladılar. Bir və sakitdə ağlamaq göz yaşı ilə yox. Şivən qopardılar, seslərini uca səslə ağladılar. İbn Səd Ət-Təbəqətul Kubriya kitabında Osman İbni Əffandan bir hədis nəql edir, bir rəvayət nəql edir ki, səhabələrin bəziləri o qədər kədərləndilər, o qədər narahat oldular Peyğəmbərin vəfatına, az qaldı ki, ağılları getsin. Yəni, gör nə dərəcədə az qaldı, ağılları getsin. Deməli, Peyğəmbərdən sonra da səhabələr nə ediblər? Ağlayıblar, matəm tutublar, yas tutublar. Həzrət Əli əleyhissalam şəhid olan zaman Həzrət Əli əleyhissalamın ailəsi, Həzrət Əlinin ailəsi Əhl-i Beytdir ya yox? Əhl-i Beyt. Həzrət Əli əleyhissalamın ailəsi Həzrət Əli əleyhissalama səhabələrlə Küfə cəmaatı ilə bir yerdə matəm saxladılar, səsli ağladılar, göz yaşı tökdülər, matəm qurdular. Həzrəti İmam Həsən əleyhissalam vəfat eləyəndə, İmam Hüseyn əleyhissalam, İmam Həsən əleyhissalamın qəbri üzərində durdu. Tarixə düşən bir şeir var. Bir şeir dedi, o ki şeir mərsiyədir də, bir ölmüş şəxsi üçün deyilən şeirə nə deyərlər? Mərsiyə, buna da izah verərəm gələcəkdə. Şeir dedi və hönkür səslə ağladı imam. İmam Hüseyn əleyhissalamın özü üçün, İmam Hüseyn əleyhissalamın özü üçün necə ağlanıldı? İndi o əsrlər Küfədə, Şamda əzadarlıq eləyiblər, onlarda işim yoxdur. O zaman ki, Kərbəla əsrləri gəlib Mədinənin yaxınlığına yetişdilər, İmam Səccəd əleyhissalam Bəşir adında birisinə dedi ki, ged Mədinə əhlinə xəbər ver, bu şeiri deyinə onların arasında. Şeir, yəni mərsiyyədir onların arasında. Məlum olsun ki, biz gəlmişik, Hüseyn şəhid olub. Deyir, elə ki, Bəşir o xəbəri Mədinəyə yetişdirdi, Mədinədən şivən səsləri qalxdı, qadınlı kişili. Peyğəmbərin vəfatını görən yaşlı səhabələr o halı Peyğəmbərin vəfat halına bənzətdilər ki, sanki elə bir bugün Peyğəmbər dünyasını dəyişdi. O cür nə cəmaatın, xalqın halı dəyişdi, bək səslə ağladılar. Və bundan sonra qoy onu da deyim sizə, Peyğəmbərin Əhl-i Beyti, İmam Hüseynin ailəsi, İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, Muxtar, Allah rəhmət eləsin, İbn Ziyadın başını kesib Mədinəyə göndərənə qədər buyurdu ki, Peyğəmbər Əhl-i Beytinin qadınları başlarına həna qoymadılar, əllərinə həna qoymadılar. Matəm saxladılar. Bu da bir 3 il çəkib. 3 il yad saxladılar. Həzrəti Zeynəb salamullah aleyhin matəmi məlumdur Mədinə əhlində. Girdi və çıxmadı bayram. Ümmülbəninin ağlamaqları məlumdur. Bəqi Qərbistanlığında Həzrəti Əbəlfəzl Abbasçın necə ağlayırdı, nə sözlər deyirdi. Onun adı Fatimə idi, Ümmülbənin deyəndə deyir, daha deməyim mənə Ümmülbənin. Ümmülbənin yəni oğullar anası. Yoxdur da oğullarım mənim. Deyərdi, ağlayardı. İllərlə yas saxladılar, illərlə matəm saxladılar.
Kimlər? Peyğəmbər əhl-i-beyti. Onlara yaxın olanlar, Mədinə cəmaatı. Mədinədə kim idi? Sahabələr, tabiinlər, sahabə evlatları. İmamların dövründə, məsum imamların dövründə də bu məclislər, İmam Hüseyn məclisləri xəlifələrin təzyiqindən aslı olaraq aşkar və gizli formada nə olundu? Aşura məclisləri keçirildi. Aşkar və gizli formada bu məclislər keçirildi. İmam Səccad əleyhissalamın dövründə İmam Səccad əleyhissalam aşkar halda hər zaman İmam Hüseyn əleyhissalamın Kərbəlasını yad edirdi, ağlayırdı, ağladırdı. Məşhur hədislərdəndir bu. Həzrəti İmam Zeynəl-Abidin əleyhissalam əyləşərdi iftar süfrəsinə, onun qarşısına su, çörək gətirəndə baxardı suya, baxardı çörəyə, ağlayardı. Ağlayardı, deyərdi, mənim atamı susuz başını kəsdilər. Mənim atamı ac öldürdülər. Mənim qardaşımı belə öldürdülər. Deyərdi, ağlayardı. Gözünün yaşı suya, yeməyə qarışardı. İmam Muhammed Baqir, İmam Cəfər Sadiq əleyhissalamın da dövründə aşkar surətdə bu məclislər keçirilib. İmam öz dövründə, imamlar öz evlərində bu məclisləri qurublar. Bir şair var, bir münşid var. Şair odur ki, şeir yazır, öz şeirini deyir. Münşid isə özü şeir yazan deyil. Bizim bu məddahlar kimi, bəziləri kimi özü yazmır. Amma başqalarının şeirini ne edərdi? Söyləyərdi. Mərsiyələrini söyləyərdi. Qoy mərsiyə nedir deyim, çaşmıyorsunuz, şeir də işlədirəm sözünü, çaşqınlıq yara. Mərsiyə şeirin bir dənə janrıdır ki, dünyasını değişmiş bir kəs haqqında yazılıb. Onun qəhrəmanlığını, şücaətini, onun məzlumiyyətini və s. bunları öz şeirində əks tapıb. Buna deyərlər mərsiyə və yaxud novhə. İkisinə də deyərlər. Novhə də deyilib, mərsiyə deyilib. Bu özü də bir şeirdir. İmam Sadiq əleyhissalam, İmam Muhammed Baqir əleyhissalam o şairləri çağırardı. Deyərdi ki, İmam Hüseyin haqqında yazdığımız şeirləri oxuyun burada. Kərbəla haqqında yazdığımız şeirləri oxuyun burada. Oxuyardı, ağlaşardılar. Ağlaşmalarına deyir, qadınların da ağlaşması qoşulardı onlara. Onlar da bəlkə də ağlayardılar, İmam saxlayardı. Ki, qadınların səsi gəlməsin. Bu mərsiyələr elə İmam Sadiq əleyhissalamın, ondan da qabaq atası İmam Muhammed Baqirin zamanından gəlib. İndi necə olub, onları da danışarıq Allah qoysa. Bir salavat zikr elə. İmam Rıza əleyhissalam, buna qulaq asın. İmam Rıza əleyhissalam rəvayət edir ki, elə ki Muharrəmin birinci günü olardı, Muharrəmin birinci günü, atam Musa-i Kazim üzü gülməzdi. Aşura gününə qədər üzü gülməzdi, Aşura günündə ağlayardı, matəm tutardı. Muharrəmin birindən Aşuraya qədər. İndi bilirsiniz biz niyə bu 10 günü, bəzilər deyir, İmam elə şəhid olmayıb ki, Dilə şəhid olmayıb ki, bu günlərin elənməsinin mənası nədir? Əvvəla biz fəqət İmam Hüseyin əleyhissalamın şəhadəti üçün bu matəmi qurmuruq, bu göz yaşlarını tökmürük. Biz
İlk öncə bundan ötürü eləyirik ki, Həzrəti İmam Hüseyin əleyhissalama zülm elədilər. Zülmə görədir. Zülm elədilər, zülmlə öldürdülər. O 10 günün ərzində İmam Hüseyin əleyhissalama zülm olundu. Aşura günü zülmün ən şiddəti oldu. Ravilər yazır, tarix yazır ki, Mühərrəm ayının 2-si İmam Hüseyin əleyhissalam Kərbəlaya daxil oldu. Ömər Sədin qoşunu gəldi, yetişdi ora. Ondan qabaq da Hürrün qoşunu var idi, düz. Hürrün də qoşunu xanımları qorxuzmuşdu, uşaqları qorxuzmuşdu, imama hörmətsizlik olunmuşdu, qarşısı kesilmişdi, ta gəlib Kərbəlaya yetişənə qədər. Kərbəlaya gəlib yetişəndə Muharrem ayının əvvəlində Ömər Sədin 4000 qoşunu ilə gəldi, o da yetişdi. Onun arxasında sonralar gəldilər yenə də. Küfədən qoşun gəldi. Ömər Sədin əlində 4000 qoşun var idi. Bu günlər İmam Hüseyin əleyhissalama Peyğəmbər əhl-i beytinə zülm olunub. O xanımlar qorxudulub, o uşaqlar qorxudulub. Öldürüləcək kişilər qorxusu ilə yaşadılıb. 7-si Mühərrəmdə suyun qabağı tam kesilib. Körpələr, uşaqlar, yaşlılar susuz qoyulub. Peyğəmbər balasına hörmətsizlik olunub. Cürət olunub 10 günlüklə. Bu müsibəti xatırlayırıq biz burada. O müsibəti xatırlayırıq. Və bu günlər biz xanım Fatimə-tü Zəhraya baş sağlığı vermək üçün yığılmışıq. Baş sağlığı vermək üçün. Bu məclislər xanım Fatimə-tü Zəhranın məclisləridir, ya biləsiniz. Xanımın məclisləridir. Mən bir dəfə əvvəllərdə bu sözü demişəm sizlərə, Allah sizi salamat eləsin. Mən öz haqqımda demişəm ki, birbaşa xanımın, hər kəs desə xanımın məhəbbətini qazansın, birbaşa xanımın məhəbbətini qazana bilməzsən. Cürət olar. İstəyirsən xanım Fatimə-tü Zəhranın məhəbbətini qazanasan, razılığını qazanasan, hər kəs onun razılığını qazansa, Allah Rəsulü və Allah ondan razı olar, cənnət ona vacib olar, xanımın balalarına məhəbbət göstər. Bu əzadarlıqla xanım Fatimə-tü Zəhranın balalarına biz ürək yanğısı göstərməklə, onların müsibətinə şərik olduğumuzu göstərməklə xanım Fatimə-tü Zəhranın razılığını qazanmaq istəyirik. İstəyirik ki, bizim də adımız o xanımın əzadarlar dəftərinə düşsün inşallah.